ailemizdə yerimiz hardadsa, cəmiyyətdə də özümüzü orada tapırıq. Əgər ailədə uşağa dəyər verilirsə, uşaq qiymətlənirsə, onun sözü dinlənilirsə, o hər zaman sözünü rahatlıqla ailəsinə, atasına, anasına deyə bilirsə və dinlənilirsə, onun sözlərinə diqqət yetirilirsə, cəmiyyətdə də onun sözü o formada kəskin olur, dinlənilir. Və yaxud da dinlənilmirsə, artıq burada bir psixologiya söhbət cümləsi işlədəcəm, artıq onun öz güvəni əski olur. Ailədən dayanıqlı, ailədən irəli gələn böyük bir insana güc olmalıdır. Bugünkü təlimimizdə əslində öz gücünü kəşf et deyilir. Bu gücün arxasında bizim ilk doğulduğumuz ailə dayanır. Ailə bizə güc verməlidir. Bu necə olur? Biz gücü özümüzdən alırıq. Ən dəyərli məhfum biz özümüzük. Dəyər insanın özündədir. Əgər insan ilk yıxıldığı zaman anası onu qaldırırsa, artıq o güc tapa bilməyəcək. Nə zamansa böyüdüyü zaman, ayağı büdrədiyində kimisə axtaracaq. Uşağımız hər yıxıldığı zaman onu biz qaldırırıqsa, o yerməni gec öyrənəcək. Bunu bilməliyik. Ona görə də onu rahatlıqla biz öyrənmək üçün biraz öz gücünə inanmağı öyrətməliyik. Uşaq öz gücünə inanmalıdır. Ailə dəyərləri xüsusilə Azərbaycanda. Mən bunu növbəti şəkildə çəkəcəm. Mən bunu qiymətləndirirəm nə ilə? Deməli, Azərbaycanda ailə dəyərləri bizdə bağlılıqdır, xüsusilə səmimiyyətdir, hörmətdir, əxlaq dəyərləri də önəmlidir. Türk kökənli ailələrdə xüsusilə ailə hər şeydir deyilir, amma dövlət ailədən önəmli götürülür. Bunu biz bilirik, tarixi faktlarla da bizə məlumdur. Tarixi faktlarda da göstərilir ki, bir sultan, bir padişah ailəsi ilə sınandığı zaman birinci dövlətini tutur. Dövlət deməli, ailə kiçik bir dövlətdir. Biz o fikirləşir ki, öz ailəmi yox, dövlətini xilas eləməliyəm. Ümumilə götürdüyümüz zaman bizdə xüsusi bir bağlılıq var ki, bu bağlılıq xüsusən hörmətdən başlayır. Hörmət. Ailədə böyükdən kiçiyə. Birinci nə dedim? Uşağın sözünə hörmət edilir, dinlənilir. Bu dinləmək hörmət sayılır. Əgər hörmət vardırsa, uşaq da cəmiyyətdə dinlənəcək, hörmət sahibi olacaq. Ailəli insanların daha uzun yaşadığı göstərilir. Ailəli insanların daha uzun yaşadığını dediyimiz zaman, bəlkə də ailələrdə olan münaqişələr gözümüzün qabağına gələr. Burada biz təşkil edər ki, nə üçün belədir, amma həqiqətən belədir. Çünki ailədə insanlar bir-birinin qayğısına qalır. Yemək yedinmi? Vaxtında yaz. Məsələn, biz bir neçə gündür, insan özündən də bəli misal gətirməlidir. Bir neçə gündür imtihana hazırlaşan qızım biraz zəifliyib. Nənəsi bir qayğısına qalır uşağın, bir qayğısına qalır. Və yaxud da ki, məni danlayır ki, uşağın qayğısına qalmaq lazımdır. Bu bağlılıqdır, bu birlikdir. Yəni, ona görə də ailəli insanlar, ailə ortamında olan insanlar daha uzun yaşayır. Nəinki səfil həyat yaşayan insanlar. Növbəti ikisi, burada bir hekayəmiz də var. Vaxt istəmirəm, yəni, onu deyim. Çünki bilirəm, vaxt azdır. Yekunlaşdırasınız, növbətiyə keçək. Növbəti əxlaq və dəyərlər. Əxlaq və tərbiyə. Bu ailədən gələn bir kökən. Yəni, bu yaxınlarda mən video gördüm. Çox bəyəndim o videonu. Videoda bildirilir. Göstərilir ki,